70 yaşlı pensiyaçı bir kişi bir gün evlenmek fikrine düşür. Arvada deyir ki, mən yenidən evlənmək istəyirəm. Arvad da öz əri üçün gözəl, cavan bir qız tapıb onu evləndirir. Bunlar üçü bir yerdə xoş firavan məsud yaşayırlarmış. Bir gün bu təzə gəlin əvvəlki arvadı qısqandırmaq üçün buna deyir ki, mən gözələm, cavanam, sən heç mi məni qısqanmırsan ərinə? Arvad da hərif arvad olur, gülümsəyərək buna deyir ki, ey mənim yavrum, mən ərimin saçının parıltısını, cibinin şıqqıltısını, qəlbinin tıqqıltısını, ayaqqabısının parıltısını yaşadım. Sənə isə gözünün hırıltısı, damağının şaqqıltısı, gecəsinin xorultusu qalıb. Bunun mən sənə nəyin qısqanacam? İndi söz deməmişdən qabaq gərək fikirləşəsən ki, insana hansı cavabı verə bilərlər. Sağ olun diqqətinizə görə.